ve salihlerden bir nefer İbn Abbas'ın ashabından ve her birimizin hayatında en güzel numune götüreceği insanlardan biridir. Rahimahullah. İbn Abbas'ın tələbələrindəndir və əshabındandır. Allah Taala şiddətli imtahan eləyir onu. Lakin görün Allah üçün necə səbr eləyir, necə çətinliklərə təhəmmül eləyir. Və Abdullah ibn Muhammed deyir ki, səhraya çıxdım. Səhraya çıxdım və gördüm ki, bir palatka var, xeymə. Yaxınlaşdım, gördüm ki, içində bir dənə yaşlı insan var. Və əlləri də yoxdur, ayaqları da yoxdur. Gözləri də çox zəif görür. Qulaqları da çox zəif eşidir. Və gəldim, yaxınlaşdım. Gördüm ki, bir dua eləyir Allah Taala'ya. Allah Taala deyir ki, ey Rəbbim, sənin mənə verdiyin nemətlərə görə və məni yaratdıqlarından bir çoxsundan üstün elədiyinə görə sənə şükürlər olsun, həmd olsun sənə. Və deyir ki, mənə təəccüb bürüdü və yaxınlaşdım ona, dedim ki, Allah Taala səni nə ilə üstün eləyib? Yəni demək istəyir ki, sənin əlin də yoxdur, ayaqların da yoxdur, qulaqların da zəif eşidir, gözlərin də görmür. Nə ilə Allah Taala səni üstün eləyib? Deyir ki, Subhanallah, Allah Taala dənizləri daşdırıb məni batırmır. Allah Taala dağları mənim üstümə aşırtmır. Allah Taala yerə məni uddurmur və Allah Taala mənə onu zikr eləyən dil verib. Sən bilirsənmi bu nə böyük nemətdir? Görün necə Subhanallah, insana bax. İnsanın əlləri yoxdur, ayaqları da yoxdur, qulaqları çox zəif eşidir, gözləri də görmür. Deyir ki, Allah Taala mənə onu zikr eləyən dil verib. Məgər mən Allah Taala şükür eləməyim? Və sonra ona deyir ki, mənim bir oğlum var. Mən acıyanda məni yedizdirir. Mən suslayanda məni içizdirir. Və dəstəmaz almağıma mənim kömək eləyir. Səndən xahiş eləsəm, baxa bilərsənmi buralarda, hardadır o? 3 gündür görmürəm onu. 3 gündür gəlmir. Və Abdullah ibn Muhammed deyir ki, mən getdim onun oğlunu axtarmağa. Və bir müddət axtardım və insan sümükləri tapdım. Və gördüm ki, onun oğlu da yırtıcı heyvanlar onu parçalayıb yeyiblər. Və mən də deyir, artıq sıxıntı keçirtdim ürəyimdə ki, mən gedib necə ona deyərəm ki, o belə haldadır, çətin bir halda mən ona necə deyim ki, sənin evladını yırtıcı heyvanlar yeyib. Deyir, gələndə Allah Taala mənim qəlbimə Eyyub əleyhissalamın qissəsini saldı. Və gəldim ona yaxınlaşdım, salam verdim və salamımı aldı və məndən soruşdu ki, səni ehtiyacımın dalıyca göndərmişdim, mənə xəbər ver. Və Abdullah ibn Muhammed deyir ki, rahiməhullah, sən Eyyub haqqında eşitmisənmi? Deyir ki, eşitmişəm. Deyir, sən bilirsənmi Allah Taala onu imtahan eləyib? Deyir, bilirəm. Deyir, bəs o neynədi o imtahanın qabağında? Deyir, Allah üçün səbr elədi və savabını Allahdan umdu. Deyir, sən bilirsənmi Allah onun zövcəsini alıb? Deyir, bilirəm. Deyir, o neynədi? Deyir, səbr eləyib savabını Allahdan umdu. Deyir, sən bilirsənmi Allah Taala çayları göndərib, onun əkin biçinini yerlə bir eləyib? Deyir, bilirəm. Deyir, bəs o neynədi? Deyir, Allah üçün səbr elədi, savabını Allahdan umdu. Deyir ki, sən bilirsənmi Allah onun evladlarını aldı? Deyir, bilirəm. Və buna görə səbr elədi. Və deyir ki, evladını yırtıcı heyvanlar parçalayıb yeyiblər. Kəsik əllərini göyə qaldırır Allah tərəfə. Deyir ki, nəslimdən Allaha asi olan və onun da cəza verəcəyi bir nəfəri saxlamayan Allaha həmd olsun. Şükür edir Allah Taala'ya ki, mənim nəslimdən sənə asi olan bir nəfər deyir üzərində saxlamamısan. Və şiddətli bir də ah çəkir, dünyasını dəyişir. Və Abdullah Muhammed deyir ki, rahiməhullah, mən də qaldım belə ki, mənzərədir. Mən necə eləyim? Mən bunu da tərk eləsəm heyvanlar bunu da yeyəcəklər. Və tanımır hələ kimdir? Bilmir qarşısındakı kimdir? Allah Taala'nın hansı övliya quludur? Deyir ki, çaşbaş qaldım və özümü itirdim. Və palatkadan deyir, bayıra çıxdım, gördüm ki, 4 nəfər insan gəlir. Və gəldilər, mən dedir geyimlərimdən birini sərdim o yaşlı insanın üstünə. Və onlar gələndədir, sevindim ki, sizi Allah yetirib. Mənə kömək eləyin. Və onlar məndən soruşdular ki, nə məsələdir? Mən onlara deyir, qissəni danışdım, hadisəni danışdım. Və onlar dedilər ki, üzünü aç baxaq görək kimdir o? Bəlkə biz onu tanıyırıq. Deyir ki, mən üzünü açdım. Onlar Allahu Akbar, Allahu Akbar, sən bilirsənmi bu kimdir dedilər. Bu Əbu Qiləbə Əl-Cürmidir, İbn Abbasın tələbələrindən. Hansı ki, başçı ondan xahiş eləyib ki, gəl səni qazi təyin eləyim. Qazilik əməlindən qorxaraq o əməlin məsuliyyətini Allahın qarşısında daşımamaq üçün olduğu yeri tərk eləyib səhrada palatka vurub yaşayırdı ki, o məsuliyyətə girməsin. Və onun üzündən öpürlər və deyirlər ki, bu gözlər harama baxmayan gözlərdir. Bu üz gecələri Allah üçün yatmayan üzdür. Bu qulaqlar haram eşitməmək üçün tək yaşayan qulaqlardır. Və onu kəfənləyib dəfn eləyirlər. Və Abdullah ibn Muhammed deyir ki, biz onu dəfn eləyəndən sonra gecə onu yuxuda gördüm. Allah Taala onu mənim yuxuma gətirdi. Və gördüm ki, Allah Taala ona cənnətdə gözəl geyimlər geyindirib və istədiyi yerdə gəzir. Və mən ona sual verdim ki, bədən də kamil şəkildədir. Əllər və ayaqlar. Allah Taala qaytarıb gözlərini, qulaqlarını, bütün nemətlərini Allah Taala qaytarıb ona. Deyir, mən ona sual verdim ki, hansı əməllərə görə Allah Taala səni belə izzətləndirib, səni öz cənnətinə daxil edib. Deyir, Allah
Teala bu ayəsini oxudu. Allah Teala buyurur ki ayədə: "Selamun aleykum bima sabartum." Səbr elədiyinizə görə sizə salam olsun. İmtahanlara səbr elədiyinizə görə, nemətləri Allah yolunda istifadə eləməyə səbr elədiyinizə görə sizə salam olsun. Fəni'mə uqbəddar. Əbədi qalacağınız cənnət diyarı necə gözəl bir yerdir. Və bu ayələri oxuyur rahimehullah. Sonra deyir ki, Allahın cənnətdə dərəcələri var. O dərəcələrə, nemətlərə şükür eləməklə, imtahanlara səbr eləməklə çatmaq olar. Həqiqətən də belədir. İnnə va'dallahi haqq. Allahın vədi haqdır. Kim Allah üçün səbr eləsə imtahanlara, nemətlərə şükür eləsə, Allah Teala ona verdiyi vədi yerinə yetirəcək. Lakin insanın üzərinə düşən odur ki, hər bir halında, rahatlıq anında da Allah Teala'ya qul olsun. Çətinlik anında da Allah üçün səbr eləsin və Allah Teala onu ən gözəli ilə mükafatlandıracaq. Allah Teala bizim hər birimizi nemətlərə şükür eləyən, imtahanlarda səbr eləyən, həyatını Allah üçün yaşayan qullarından eləsin.